Bu adanın adı xəritədə var idi. İnsanlar üçün isə yox kimi bir şeydir. Vaxtilə Sovet İttifaqı bu adada elə bir sınaqlar həyata keçirdi ki, özü də qorxuya düşmüşdü. Bu adanın adı Vodrojdeniya adasıdır. Vodrojdeniya adası vaxtilə Aral dənizinin tam mərkəzində yerləşən bir ada idi. Və o dövrdə Sovet İttifaqında mülki şəxslərin, turistlərin və hətta bəzi hərbiçilərin ora daxil olması tamamilə qadağan olunmuşdu. Və Sovet İttifaqı bu adadan nə məqsədlə istifadə eləyirdi? Sovet İttifaqı bu adadan bioloji silahların sınağını həyata keçirdirdi. Və belə ki, taun, qara yara, çiçək virusunu canlı orqanizmlər üzərində sınaqdan keçirilirdi. Və adətən də viruslar külək vasitəsilə yayıldığından daha da təhlükəli idi. Ona görə də kütləvi şəkildə heyvanlar məhv olmağa başladı, tələf olmağa başladı və o cümlədən insanlar da zərər gördü. Və ona görə də Sovet İttifaqı bu hadisəni dövlət sirri kimi gizlətməyə çalışdı. Və Sovet İttifaqı nədən qorxurdu? Sovet İttifaqı ondan qorxurdu ki, artıq adaya nəzarəti itirmişdi. Virusların yayılma riski böyümüşdü. Və əsasən də ona görə qorxurdu ki, artıq həmin ada deməli yarımadaya çevrildi və sonradan materiklə birləşdi, quru sahəsi oldu və bu da deməli virusların yayılma riskini daha da artırdı. Hazırda Vodnojdeniya deməli adası tamamilə rəsmi olaraq yaşayışsız bir yerdir və mütəxəssislər hesab eləyir ki, burada yaşamaq təhlükəlidir. Sovet İttifaqı dağılsa da özündən sonra qoyub getdiyi təhlükə hələ də davam eləyir. Siz deyin, belə yer tamamilə məhv olmalıdır, yoxsa qapalı saxlanmalıdır? Bu tip videolar maraqlıdırsa kanalıma abunə olun.